Salam dəyərli izləyicilər. İran Rusiyaya 4 milyardlıq hərbi yardım göstərib. Belə bir xəbər var. İran Ukraynadakı müharibə çərçivəsində Rusiyanın təqribən 2,7 milyard dollar dəyərində ballistik və zenit raketlərlə təmin edib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb və bildirilib ki, İranın 2021-ci ilin sonundan Rusiyaya etdiyi hərbi yardımın ümumi dəyəri 4 milyard dollardan çox olaraq qiymətləndirilir. Mənbənin sözlərinə görə Moskva və Tehran arasında əməkdaşlıq hələ Ukraynadakı müharibədən əvvəl başlayıb. Belə ki, İrandan Rusiyaya raket tədarükü ilə bağlı ilk müqavilələr 2021-ci ilin oktyabrında bağlanıb. Qeyd olunub ki, bu rəqəmlər hələ yekun göstərici deyil. Çünki İrandan Rusiyaya növbəti silah-sursat partiyasının göndərilməsi gözlənilir. Onu da xatırladaq ki, Rusiya və İran 2025-ci ilin yanvarında strateji tərəfdaşlıq barədə müqavilə imzalasalar da bu sənəddə qarşılıqlı müdafiə üzrə öhdəlik yer almayıb.